Bu tip xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Salam hörmətli izləyicilər. Siz Dəyərli TV kanalını izləyirsiniz. İndi isə sizə may ayının 22-ci günü üçün Azərbaycan üzrə gözlənilən hava proqnozunu təqdim edirik. Sabah ölkə ərazisində hava şəraitinin bəzi bölgələrdə dəyişkən keçəcək, bəzi ərazilərdə isə yağışlı olacağı gözlənilir. Gəlin regionlar üzrə hava vəziyyətinə birlikdə nəzər salaq. Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Gün ərzində ara bir günəş müşahidə olunsa da axşam saatlarına doğru küləyin güclənəcəyi ehtimal edilir. Bəzi ərazilərdə qısa müddətli zəif yağış mümkündür. Şimal küləyi ara-sıra güclənəcək və havada sərinlik hiss olunacaq. Səhər və axşam saatlarında çöldə olan vətəndaşlara daha qalın geyim seçmək tövsiyə olunur. Qarabağa və Şərqi Zəngəzur bölgəsində əsasən dəyişkən hava şəraiti gözlənilir. Dağlıq və dağ ətəyi ərazilərdə ara bir yağış yağacağı ehtimal olunur. Bəzi yüksək dağ kəndlərində duman müşahidə edilə bilər. Gün ərzində hava nisbətən sərin olacaq. Sürücülərə diqqətli olmaq və dağı yollarında ehtiyatlı hərəkət etmək tövsiyə edilir. Gəncə və ətraf rayonlarda hava əsasən buludlu olacaq. Günün ikinci yarısında qısa müddətli yağış ehtimalı var. Külək ara bir güclənə bilər. Hava temperaturunda ciddi dəyişiklik gözlənilməsə də axşam saatlarında sərinlik hiss ediləcək. Qazax, Tovuz və Qərb bölgələrində gün ərzində hava dəyişkən keçəcək. Bəzi rayonlarda göy gurultulu yağış ehtimalı olunur. Küləkli hava şəraiti səbəbindən açıq ərazilərdə olan vətəndaşlara ehtiyatlı olmaq tövsiyə edilir. Şəki, Zaqatala və Balakən bölgəsində hava daha çox yağışlı keçəcək. Dağlıq ərazilərdə leysan xarakterli yağış ehtimalı var. Yaylardan keçən və dağı yollarından istifadə edən şəxslərin diqqətli olması tövsiyə olunur. Gün ərzində hava sərin olacaq. Lənkəran, Astara və cənub bölgələrində rütubətli hava şəraiti üstünlük təşkil edəcək. Ara bir yağış yağacağı gözlənilir. Səhər saatlarında duman ehtimalı var. Havanın gün ərzində dəyişkən keçəcəyi bildirilir. Şimal bölgələrində, xüsusilə Quba, Qusar və Xaçmaz istiqamətində hava ara bir yağışlı olacaq. Dağlıq ərazilərdə külək daha güclü hiss edilə bilər. Sərin hava şəraiti davam edəcək. Naxçıvan Muxtar Respublikasında isə əsasən sabit hava şəraiti gözlənilir. Gün ərzində hava açıq və mülayim olacaq. Axşam saatlarında bəzi ərazilərdə külək güclənə bilər. Hörmətli izləyicilər, hava şəraitində gözlənilən dəyişiklikləri nəzərə alaraq gününüzü planlaşdırmağınız tövsiyə olunur. Xüsusilə yağışlı və küləkli bölgələrdə yaşayan vətəndaşların diqqətli olması vacibdir. Ən son hava məlumatlarını izləmək üçün kanalımıza abunə olmağı və videonu bəyənməyi unutmayın. Sizə sakit, təhlükəsiz və uğurlu bir gün arzulayırıq.